çata biləsən. Və bu yol məcnunluq yoludur əslində. Məcnun adını Füzuli orada istehza ilə qoyur yəni. Əslində istehzalı bir sözdür. Məcnun dəli deyil. Sadəcə o rasional məntiqlə işləmədiyi üçün bu dünyaya bağlı insanların gözündə dəlidir. Bu dəlini Məhəmməd Peyğəmbərə də deyirdilər, Aşıq Ələsgərə də deyirdilər və elə yəqin ki, Füzulinin özünə də deyiblər. Bəzən bizim özümüzə dəli kimi baxırlar ki, günün bu vaxtı bunların işinə gücünə bax. Hətta mənim bu çıxışıma baxıb dəlilik kimi qiymətləndirən ola bilər və mən onlara haqq qazandırıram. Necəsə elə dəlilikdir. Amma biz axmaq adam deyilik, həm də ağlımız var, onu demək istəyirəm. Yəni, bu eşq yolu buna görə çox çətindir. Sənin hakimiyyətlərlə problemin olur, Həllac Mənsur kimi, Nəsimi kimi səni dara çəkirlər. Sənin ətrafınla, qohumlarınla problemin olur, səni anlamırlar. İnsanlar dünyaya bağlıdır, necə Həzrət Əlinin öz ətrafındakı insanlar ona düşmən kəsirdilər dünya malından, dünya cifəsindən ötürü. Əli ağlın hüdudlarına qalxmağı bacarırdı, ancaq onun elədiyi bir çox hərəkətlər məntiqsiz görünürdü adamlara. Çünki o üzünü görmürdülər. Dünyanın işlərinin, dərinliklərini, irfani dərinliklərini görmürdülər. Əli isə onları görürdü. Və bu görən insanların əzabları çox böyük olur. Çox böyük olur onların əzabları. Ancaq həm də onun bir feyzi var. O əzabla onlar feyz alırlar. Füzuli ona görə deyir, ya Rəbb, bəla-i eşq ilə qıl aşina məni. Birdən bəla-i eşqdən etmə cüda məni. Az eyləmə inayətin əhli dərdidən, yəni ki, çox bəlalara qıl mübtəla məni. Bir yandan inayət, rəhm istəyir, bir yandan deyir, daha çox bəlalar ver. Eşq yolunda mən bunları çəkməyə hazıram. Yəni, ləzzət ala-ala gedirlər. Siz elə bilirsiniz ki, İmam Hüseyin Kərbalada peşman olub, geri çəkilmək istəyib haradasa, qəti şəkildə. O ölənə qədər, son nəfəsini verənə qədər feyzlə gedib o yolu. Əmin ola bilərsiniz. Böyük eşqlə gedib o yolu. Bu belə olur, yəni insan çox sevəndə, necə ki, məsələn, Şuşaya o qayalara dırmaşırdı insanlar, cavan oğlanlar. İnsan çox sevəndə, yəni, o ölüm, o şeylər çox xırda gəlir, o dünyəvi anlayışlar onlara çox xırda gəlir. Eşqin işləri biraz qəlizdir. Və həm də bu dünya üçün çox çətindir. Ona görə Dədə Ələsgər deyir ki, dedim könül içmə eşqin camını, içdin dünya sənə dar olacaqdır. Ya dost olma, ya zəhmətdən usanma, dost yolunda boranqar olacaqdır. Fikir verirsin sənətkarlığa. Demir, ha, niyə içmisən? Deyir, sənə xəbərdarlıq elədim, bu hər oğulun yolu deyil. Amma madam ki, bu yola düşdüm, madam ki, eşqin camını içdin, şikayətlənmə. Yəni, seçim özünün də axıra qədər də kişi kimi getməlisən və bunu hər birimiz, o yolu tutan insanlar, eşq yolunu demirəm, ümumiyyətlə əqidə, əxlaq yolunu tutan insanlar bu düsturu yadlarında saxlamalıdırlar. Başqa bir şeirində görə Aşıq Ələsgər necə deyir, eşqin əzabları haqqında. Eşq ucundan tapdı xatalar məni, qul deyib həbəşdə satalar məni, qoyub top ağzına atalar məni, bəlkə canım bu azarı çəkməyəm. Çox sağ olun, hamınıza sevgi və eşq arzulayıram.